Bismillahirrahmanirrahim. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Müqəddəs Quran-ı Kərimi yeni məzmunla sadələşdirilmiş sürətli üsulla anlama dərslərimiz davam edir inşallah. Bu dərsimizdə Quranda 1312 dəfə təkrarlanan 7 kəlməni öyrənəcəyik. Mən sual əvəzliklərindəndir. Kim sualıdır? 831 dəfə təkrarlanır. Və mə, əfəmən, fəmən, limən, ləmən, əfəmən, kəmən, mimmən, bimən kimi rast gəlinir. Bəqərə surəsi 114-cü ayə. Və mən əzləmu mimmən mənəə məsacidəllah ən yüzkərə fiha ismuhu. Və mən kim əzləmu zalimdir mimmən o kimsədən ki mənəə mane olar məsacidə məscidin cəmidir, məscidlərdə Allah ən yüzkəra zikr edilməsinə, çəkilməsinə fiha orada ismuhu onun adını. Həl sual ədatıdır. Dilimizdə mu kimi şəkilçilər kimi tərcümə olunur. 93 dəfə təkrarlanır. Fəhəl, fəhəl kimi rast gəlinir. Ənam surəsi 50-ci ayə. Kul həl yəstəvil əmə vəl bəsəru əfəla tətəfəkkərun. Kul de həl mımimu yəstəvi eyni olarmı əma kör vəl bəsəra görənlə əfəla məgər tətəfəkkərun təfəkkür edirsinizmi, düşünürsünüzmü? Körlə görən eyni ola bilərmi? Xeyrun, xeyr 176 dəfə təkrarlanır. Və xeyrun vəl xeyri bil xeyri bi xeyrin lil xeyri kimi rast gəlinir. Ərəf surəsi 87-ci ayə. Və huvə xeyrul hakimin və huvə o xeyrun xeyirlidir hakimin hakimlərin ən hökmdarların xeyirlisidir. İsmu ism ad deməkdir. 39 dəfə təkrarlanır. İsmu əl-ismu bi ismi bismi əsmau ismin cəmidir. Əlaq surəsi 1-ci ayə. İqra bismi rabbikəlləzi xalaq. İqra oxu bismi ismi ilə Rəbbikə Rəbbinin ləzi o kəs ki xalaq xaliqdir, yaradandır. Ər-Rəhmən mərhəmətli. Allah ismindən sonra gələn ikinci böyük addır. Əvvəlsiz olaraq bağışlama və şəfqət mənası verən rəhmət sözündə mərhəmətin ən yüksək dərəcəsini vurğulamaq üçün mübaliğə qəlbində istifadə edilən bir kəlmədir. Yalnız Allaha məxsus olan isimdir. Allahdan başqa heç bir varlığa bu sifət təcəlli edə bilməz. Deməli, Rəhman ismi dünyada bütün varlıqlara, yaranmışlara fərq etmədən mərhəmət edən deməkdir. Quran-ı Kərimdə 57 dəfə təkrarlanır. Bir rəhmən, lir-rəhmən kimi rast gəlinir. Zuhruf surəsi 45-ci ayə. Vəsəl mən ərsəlnə min qəblikə min rəsulina əcəlnə min dunir-rəhmən iləhətən yu'bədun. Vəsəl soruş, mən ərsəlnə göndərdiklərimizdən, kimsələrdən min qəblikə səndən ki əvvəl özcə gəliblər, min rusulinə rusullarımızdan, əcəlnə etmişik, min duni başqa, rəhmən rəhmandan başqa, iləhətən ilahlar, yu'bədun ibadət ediləcək ilahlar. Bu ayədən də məlum olur ki, bütün peyğəmbərlər bu adı bilirdilər. Ər-Rəhim, rəhim kəlməsi də rəhmət, mərhəmət, ruhu
məsələlərindən törənmiş bir sifətdir. Mənası mərhəmət edən, acıyan deməkdir. Bu sifət həmçinin Quranın 4 ayəsində Ərhəmur Rahimin kimi istifadə olunur. Bu sifət başqa varlıqlarda da təcəlli edə bilir. Allahu Teala möminləri də axirətdə rəhim sifəti ilə inşallah bağışlayacağını bildirmişdir. 116 dəfə təkrarlanır. Rahimun, rahimən, ruhəma, rəhmin cəmidir. Və ən çox Allah-u Teala'nın digər adları ilə yanaşı çəkilir. Ali İmran surəsi 89-cu ayə. Və innəllaha qafurur rahim. Və innə şübhəsiz Allah qafur bağışlayandır, rahim rəhm edəndir. Əl-Kərim Quran-ı Kərimdə 27 dəfə təkrarlanır. Kərim feili sifət olan, kərəm kökündən olan əl-açıq və cömert qarşılıqsız fayda verən anlamındadır. Bu kəlbə Quranda bir neçə mənada işlənilir. Peyğəmbər, mələk, məscid, hətta bitkiləri də kərim sifəti ilə çağırıldığı məlumdur. Oxuduğumuz Quranda Allah-u Teala kərim kimi vəsfləndirilmişdir. Deməli, Kərim adı geniş mənada xeyir və şərəf ilə fəzilətlərin bir yerdə cəm olması ilə dünyavi və uxravi ehtiyacları istəyənə qarşılıqsız verilməsi deməkdir. Qısaca olaraq tərcüməsi cömert, səxavətli, şərəfli. Kərimun, kərimən, kərimun, əl-kərimu ki, Quran-ı Kərimdə rast gəlmir. 77-ci ayə-i şərif. İnnehu la Qur'anil Kərim. İnnehu həqiqətən o Qur'anil Kərim. Kərim olan Qur'andır. Bu ayədən əvvəlki ayələrdə də qısaca məlumat vermək üçün demək istəyirdim ki, ulduzların mənzillərinə ant verən Kərim olan Allahımız, Kərim olan mələyi vasitəsilə, Kərim olan Ramazan ayında, Kərim olan Qədr gecəsində, Kərim Peyğəmbərdə Allahın bəşərlə ünsiyyət seçdiyi Kərim olan Qur'anı anlayaraq yaşamaq bizlərə dünya və uxravi halımıza təsir edəcək inşallah. İndi isə qısaca olaraq bu fasilələrlə öyrəndiklərimizi təkrarlayaq inşallah. Birinci, mən kim sualıdır. Həl sual ədatıdır. Mu şəkil kimi. Xeyrun, xeyr. İsm, isim ad deməkdir. Ər-Rəhmən, mərhəmətli. Ər-Rahim, rəhim olan və Kərim. Kərim sifəti də səxavətli, cömert deməkdir. İnşallah bununla da dərsimiz sona yetdi. Şərh bölməsində də fikirlərinizi yazmağı unutmayın. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.